Hər bir insan tarixə düşüb özündən sonra bir iz qoymaq istəyir. Kimiləri elmi, kimiləri isə qeyri-adi bacarıqları ilə. Günümüzdə Nobel və Oscar kimi dünya əhəmiyyətli mükafatlar elm və mədəniyyət sahəsi insanlarının adını tarixə yazdırması üçün bir şansdırsa, Ginnesin rekordlar kitabı isə digər sıravi dünya insanları üçün tarixə möhür vurma imkanı kimi qiymətləndirilə bilər. Özü də fərdi və qeyri-adi bacarıqları tərəfdən. Ömrünün illərini bu kitaba düşmək üçün sərf edənlər, adını bura yazdırmaq üçün dilində barmaq yoğunluğunda dəlik açdıranlar, saç ağardıb baş sındıranlar var. Daha nələr, nələr. Kimiləri uzun dırnaqları, saqqalları, boyları, kimiləri ağıllı başları, kimiləri isə müxtəlif orqanları ilə. Bu kitab həm də ona görə planetdə mötəbər nüfuz qazanıb ki, ona nəinki insanlar, hətta heyvanlar da öz göstəricilərinə görə adlarını yazdıra bilirlər. Bura düşməyi belə də izah edə bilərəm. Nadir istedada malik olan insanlar. Bəlkə də adı bu qədər şahanə səslənən bir deyimdə hansısa bir gəlirin olacağından həvəslənəcəksiniz. Amma deyim ki, adı bura düşənlərə bir qəpik də verilmir. El deyimi ilə desək, gəldim ki, izim qala və ya etdim ki, izim qala. Bu kitabı deyəndə ağlıma bizim qırmızı kitab gəlir. Çünki burada da nadir canlıların adları qeyd olunur. Fərq isə canlıların növündədir. Qırmızı kitabda bitki və heyvanlar, Ginnesdə isə həm də insanların adları düşür. Nəsli kəsilmək və qeyri-adiliyin münasibətindədir. Belə getsə, aclıqdan və yoxsulluqdan qırılan insanlara və kəsilən nəsillərə aid bir kitabda mən yazacağam. Sadəcə təkəm. Ölkəmizdəki o qədər adamı çatdırmayacağımdan ehtiyatlanıram. Nəysə, özümdən çox yazdım deyəsən. Keçək kitabın tarixçəsinə və fəxrimiz olan həm yerlilərimizə. İnanıram ki, bizimkilərin o nadir bacarıqlarını gördükdən sonra oğullar var şərait yoxdur deyimi artıq öz əhəmiyyətini itirəcək. Çünki Ginnes kitabı bu meydanı verib, gerisi sizə qalır. Kitabın tarixçəsi belədir ki, İrlandiyadakı Ginnes pivə zavodunun direktoru Hugh Beaver 1951-ci ildə tanışı ilə birlikdə ova çıxır. Ovda onların arasında qızılı cüllütün yoxsa Şotland tetraquşunun daha sürətli uçması barədə mübahisə düşür. Bizimkilərdən fərqli olaraq onların ağlına dava yox, ideya gəlir. Həmin vaxt bu barədə soraq kitabı olmadığına görə kimin haqlı olduğunu müəyyənləşdirmək mümkün olmuyor. Bundan sonra cənab Hugh qərar alıb ki, belə bir soraq kitabı tərtib etdirsin. Hazırda Ginnesin rekordlar kitabı 100 milyon tirajla dünyanın 100-dən çox ölkəsində 24 dildə çap olunur. Xəbəriniz olsun ki, Ginnesin kitabının tarixçəsi quş ovlamaqla başlayır. Kişi göydə quş ovlayarkən başına da elə fikir gəlir. Xəstlik etməyib rekordçulara babat pul versəydi, əziyyət çəkib rekordçu olmağa dəyərdi. İndi isə keçək bizimkilərə. Azərbaycanda haqqında danışdığımız kitaba adını yazdıran rəng ustası Fəxrəddin Vəliyevdir. Cəbrayıl rayonunda doğulan və Belçikada yaşayan Fəxrəddin adını 2004-cü ildə bu kitaba yazdırıb. O, bu titulunu 5 dəqiqəyə 20 nəfərin silüetini çəkməklə qazanıb. Azərbaycanlı rekordçu həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri çəkməyə həsr edib. Onunla bağlı bir faktı da qeyd edim ki, rekordçumuz 2003-cü ildə Belçikanın paytaxtı Brüsseldəki məşhur Belgium muzeyində bu ölkənin kraliçası Fabiolanın rəsmini çəkərək onu öz işinə heyran qoyub. Qızıl əl və fırça ustamızın bu işi kraliçanın çox xoşuna gəlib və o həm yerlimizə məktub yazaraq öz təşəkkürlərini bildirib, vətənimizin Belçikada tanınması üçün yorulmadan təbliğat aparan Vəliyev, həm də bu ölkədə fəaliyyət göstərən Avropa Azərbaycan Diaspor Mərkəzinin vitse-prezidentidir. Adı da doğru seçilib, Fəxrəddin, yəni fəxr edir. Başqa bir təmsilçimiz Stanislav Şpanin də rəssamlıqla ölkəmizin adını nadir bacarıqlıların kitabına yazdıra bilib. 1990-cı il doğumlu Şpanin Bakı şəhərində anadan olub. Milliyyətcə rus olsa da, rəssam 2002-ci ildə kitaba millətinin deyil, vətəninin adını yazdırmağı üstün tutub. Hansı titulla? Dünyanın ilk gənc professional rəssam adında. O, 2005-ci ildən Azərbaycanı tərk edərək Amerikaya köçüb. Digər bir fəxrimiz də adını öz əlinin gücü ilə buraya yazdırıb. Deyəcəksiniz ki, bizimkilər əldən itidir, qüvvətlidir, amma tələsməyin. Ayaqdan da qüvvətli olanı var. Hələ ki, Hüseyndən bəhs edin. Hüseyn Rızazadə. O, dünyanın ənləri sırasında
planetin ən güclü pəhlivanı kimi yer alıb. Aslan parçamız 263 kiloqram ağırlığı başı üzərindən qaldıraraq nəinki adını, elə soyadını da bu kitaba qeyd etdirib. 1978-ci il təvəllüdlüdür. Ərdəbildəndir. O da həm yerisi Şah İsmail kimi qoldan qüvvətlidir. Xətainin qılıncını yəqin ki unutmamısınız. Dəliqanlımız həm də ağırlıq qaldırma üzrə 2 qat Olimpiya və 4 qat dünya çempionudur. Təkcə kişilərimiz deyil, zərif cinsillərimiz də bu kitabın siyahısında öz yerlərini alıblar. Özü də elə yenə də ağırlıq qaldırmada. Ötən il 58 kiloqramda qadın atletlər arasında Azərbaycanı təmsil edən Bonyanka Minkova 112 kiloqramın öhdəsindən gələrək Amerikanın Houston şəhərindəki dünya ağırlıq qaldırma çempionatında özünün və ölkəmizin adını buraya yazdırıb. Sizə illər öncə kimsə desəydi ki, Azərbaycanlı Charlie Chaplin olacaq, görməsəz inanmazdınız. Bəli, inanın, Üzeyir Novruzov. Chaplin Üzeyir öz qeyri-adi bacarığını ayaqları ilə nərdivan çapmaqla isbat edib. Sanki atmış kimi hündür nərdivanlara dırmaşıb, onları kişnədərək nərildədən Novruzov 8 dəqiqəyə yaxın müddətdə 6 metrli nərdivanın üzərində dayanaraq Guinness Rekordlar kitabına öz adını yazdırıb. Təbii ki, Charlie Chaplinin deyil. Amerikada Radaman, yəni nərdivan adam kimi tanınır. Nərdivan ustası Amerikanın məşhur America's Got Talent yarışmasında da iştirak edib. Chaplin kimi də elə orada formalaşıb. Və bacarıqlı ayaqları ilə dırmaşdığı nərdivanı ilə uzun bir yolçuluq edərək finala qədər də irəliləyib. Ələsgər Həsənzadə. Bir balaca boyu var, dam dolusu toyu var. Üzeyirimiz yuxarı qalxmaqla, Ələsgərimiz isə həm qalxmaq, həm də enməklə istedadını qeydə aldırıb. Özü də 2 qat rekordçudur. Nadir bacarığı, həm də yaşının azlığı ilə. Lənkəranın aşağı nüvədi kənd sakini 7 yaşlı Ələsgər Rəhimoğlu 1 saat 45 dəqiqə içərisində əl və ayaq barmaqlarının ucu ilə sinəsini yerə vurmaqla 3000 dəfə qalxıb enmişdi. O da az öncəkilər kimi qolları ilə tarix yazıb. Sırada Etibar Elçiyevdir. Öncədən onu deyim ki, sizin də bizim kimi işıqlarınız tez-tez söndürülürsə, Etibar kimi bir yaxın dostunuzun olmasına ehtiyac var. Adam başdan ayağa elektrik transformatorudur. Gürcüstanın Borçalı mahalında yaşayan Azərbaycanlı maqnit adam ləqəbi ilə tanınan Etibar 2 il öncə öz bədəni ilə dəmir əşyaları saxlamağı bacararaq bir dünya rekorduna imza atıb. O, bədənindəki xüsusi maqnit cazibəsinin köməyi ilə eyni vaxtda vücudunda saxladığı metal qaşıqlarının sayına görə dünya rekordu vurub. Maqnit adam bədənində eyni vaxtda 50 qaşıq saxlayır. Onu da deyim ki, elektrik cərəyanına möhtac qalsaz, işıqlarınızı Etibara etibar edə bilərsiniz. Amma cibinizdəki qəpikləri demirəm. Görürsünüz də bizimkilər necə də etibarlıdır. Rus olanı Gürcüstanda, Cənubi Azərbaycanda doğulmağı fərq etmir. Vətənini yazdırmağı tərcih edir. Digər bir fəxrimiz, idmançımız və ağıl ustası Qədir Hüseynov. O, 8 yaşında şahı mat qoymaqla körpə yaşında 1994-cü ildə Rumuniyada keçirilmiş Avropa çempionatında 1-ci yeri tutaraq qazandığı bu nailiyyətə görə bizi təəccübləndirənlərin siyahısına öz adını əlavə etdirir.